Bugün qələbəmizin, zəfərimizin münasibəti ilə sizi salamlayırıq, hörmətli tamaşaçılar. Axşamınız xeyir olsun. Prezident İlham Əliyev və 1-ci xanım Mehriban Əliyeva Vətən müharibəsində qələbənin 5-ci il dönümü münasibəti ilə Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər. Prezident İlham Əliyev Ulu Öndərin məzarı önünə əklil qoyaraq xatirəsini ehtiramla andı. Sonra 1-ci xanım Mehriban Əliyeva ümummilli liderin xatirəsini yad etdi. Dövlətimizin başçısı və 1-ci xanım Ulu Öndər Heydər Əliyevin ömürgün yoldaşı, görkəmli oftalmoloq, alim, akademik Zərifə Əliyevanın xatirəsini ehtiramla anaraq məzarı üzərinə gül dəstələri qoydular. Tanınmış dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin də xatirələri yad olundu. Prezident İlham Əliyev və 1-ci xanım Mehriban Əliyeva xalqımızın müqəddəs ant yeri olan Şəhidlər Xiyabanını ziyarət ediblər. Prezident İlham Əliyev və 1-ci xanım Mehriban Əliyeva Azərbaycanın azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman vətən övladlarının əziz xatirəsini ehtiramla yad etdilər. Dövlətimizin başçısı Əbədi Məşəl abidəsinin önünə əklil qoydu. Prezident İlham Əliyev və 1-ci xanım Mehriban Əliyeva Vətən müharibəsində qələbəmizə həsr olunmuş hərbi parada hazırlaşan paytaxt Bakının mənzərəsini seyr etdilər. Prezident İlham Əliyev və 1-ci xanım Mehriban Əliyeva Bakıda Zəfər abidəsini ziyarət edib və Zəfər Muzeyinin açılışında iştirak ediblər.
Prezident İlham Əliyev Zəfər abidəsinin önünə əklil qoydu. Şəhidlərin xatirəsini ehtiramla andı. Birinci xanım Mehriban Əliyeva abidənin önünə gül dəstələri düzdü. Sonra dövlətimizin başçısı və birinci xanım Zəfər Muzeyinin açılışında iştirak etdilər. Zəfər Muzeyi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci ilin dekabrında Bakı şəhərində Vətən müharibəsi memorial kompleksinin və Zəfər Muzeyinin yaradılması haqqında sərəncamından irəli gələrək Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı şanlı zəfərin nümayiş etdirilməsi, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədi ilə yaradılıb. Muzeyin ekspozisiyası beynəlxalq təcrübə və dünyada mövcud muzey konsepsiyaları əsas götürülməklə, eləcə də ən son texnologiyalar tətbiq edilməklə işlənilib. Burada 8 ekspozisiya zalı yaradılıb. Qarabağ və Şərqi Zəngəzur, əsirlərin hekayəsi, Ermənistan-Azərbaycan münaqişəsi, tarixə baxış, 44 günlük Vətən müharibəsi, Dəmir yumruq əməliyyatı, şanlı zəfər, Şuşanın azad olunması, qəhrəmanlar yolu, Qarabağ Azərbaycandır. Dövlət suverenliyinin bərpası 20 sentyabr 2023. Qarabağ və Şərqi Zəngəzur dirçəliş. Təqdim olunan faktlar, foto və video materiallar, interaktiv nümayişlər və xüsusi olaraq bu muzey üçün hazırlanmış eksponatlar, maketlər münaqişə haqqında həqiqətləri, 44 günlük Vətən müharibəsinin gedişi, şanlı zəfər nəticəsində dövlət suverenliyinin bərpa olunması barədə məlumatları ziyarətçiyə dolğun çatdırmaqla yanaşı, həm də bu hadisələri hər bir kəsə yenidən yaşadır. Muzeyin Qarabağ və Şərqi Zəngəzur Əsirlərin Hekayəsi adlı birinci zalında Azərbaycanın mədəniyyət beşiyi olan Qarabağın təbii gözəlliyi, tarixi memarlıq baxımından zənginliyi təqdim edilir. Zalın divarındakı kitab instalyasiyalarında ümummilli lider Heydər Əliyevin bölgənin sosial-iqtisadi inkişafına verdiyi töhfələrə dair geniş məlumatlar var.
Zalın mərkəzində yerləşən interaktiv kitablar isə Qarabağın təbiətini, ədəbi irsini, musiqisini və xalq sənətini kəşf etməyə imkan yaradır. Eyni zamanda ziyarətçilərə Qarabağın dövlətçilik, hərb, ədəbiyyat və incəsənət sahələrində iz qoymuş görkəmli şəxsiyyətlərinə dair məlumatlar çatdırılır. Zəfər Muzeyinin Ermənistan-Azərbaycan münaqişəsi tarixə baxış zalı Qarabağ münaqişəsinin ağrılı və unudulmaz səhifələrini əks etdirir. Burada münaqişənin xronologiyası, ulu öndər və dövlətimizin başçısının apardıqları ardıcıl siyasət nəticəsində torpaqlarımızın işğaldan azad olunması, sülh prosesi barədə məlumatlar yer alır. Zalda qaçqın və məcburi köçkünlər, münaqişə qurbanları, eləcə də işğal dövründə ermənilər tərəfindən dağıdılmış abidələr, məscidlər və milli irsə vurulan ziyan haqqında geniş məlumat təqdim olunur. Qarabağda işğal dövründə dağıdılmış binaların yerlə yeksan edilmiş yaşayış yerlərinin taleyinə həsr olunan instalyasiya, viran qalmış ev və bu evin qalıqları altında baş qaldıran ağac isə həyatın yenidən dirçəlişinin rəmzidir. "44 günlük vətən müharibəsi Dəmir Yumruq əməliyyatı" adlı 3-cü zal Azərbaycan torpaqlarının azadlığı uğrunda aparılan qəhrəmanlıq mübarizəsini əks etdirir. Zalın mərkəzindəki LED monolitlər süni intellektlə hazırlanmış video materiallarla ziyarətçini 44 günlük döyüşlərin mərkəzinə aparır. Monitorlarda döyüş əməliyyatları, hərbi nailiyyətlər və Ermənistan silahlı qüvvələrinin mülki əhaliyə qarşı hərbi hücumları ilə bağlı materiallar təqdim olunur. Holoqrafik ekranlar isə müasir hərbi texnikanı 3D formatında nümayiş etdirir. İnteraktiv xəritələr işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən hərbi əməliyyatların mərhələlərini ardıcıllıqla göstərir. Bu zalda tarixi qələbənin qazanılmasında müstəsna xidmətləri olan Azərbaycan Respublikasının silahlı qüvvələrinin qoşun növlərinin bayraqları, eyni zamanda silahlı qüvvələrin xüsusi təyinatlarının maketləri var. Həmçinin burada Azərbaycan Prezidentinin Vətən müharibəsi və zəfərlə bağlı bir sıra fərman və sərəncamları nümayiş olunur. Şanlı Zəfər Şuşanın azad olunması adlı 4-cü zal Azərbaycanın hərbi tarixində xüsusi yer tutan, misilsiz taktiki bacarıqla həyata keçirilmiş əməliyyatı təqdim edir. Vətən müharibəsi zamanı xüsusi təyinatlı döyüşçülər ağır artilleriyasız Şuşanı azad edərək böyük qəhrəmanlıq göstərib. Zalın mərkəzindəki Şuşa maketi döyüş meydanını əks etdirir, interaktiv monitorlar isə əməliyyatın gedişini və əsas taktiki məqamları ardıcıl izləməyə imkan yaradır. Digər monitorda şəhərin müharibə dövründə dağıdılmış abidələri təqdim edilir. Ekranda Şanlı Zəfər yolunun emosional gedişi nümayiş olunur. Bu zal Şuşanın azadlığını, Azərbaycan əskərlərinin rəşadətini və qəhrəmanlığını əks etdirir. Azərbaycan əskər və zabitlərinin igidliyinə, fədakarlığına və yenilməz iradəsinə həsr olunan Qəhrəmanlar yolu zalı isə ziyarətçilərə torpaqların azadlığı uğrunda aparılan mübarizənin ruhunu hiss etdirir. Burada vətən müharibəsində iştirak etmiş qəhrəmanlara təqdim olunan orden və medalların nümunələri sərgilənir. Dəhlizi xatırladan Qəhrəmanlar yolu ziyarətçiləri xalqın birliyi və qələbə sevincini simvolizə edən növbəti zala aparır. Növbəti zal isə Qarabağ Azərbaycandır adlanır və xalqımız üçün milli bayrama çevrilən Zəfər gününü ümumxalq sevincini əks etdirir. Zalın mərkəzində vətən müharibəsində şanlı zəfərin və Qarabağın dirçəlişinin rəmzinə çevrilmiş Xarı Bülbülün Murano şüşəsindən hazırlanmış instalyasiyası yerləşir. Parlaq işıqlar və rənglər zala bayram ab-havası bəxş edir. Vizual effektlər sevinç və qürur hissini gücləndirir. Böyük ekranlarda 30 illik həsrətə son qoyan Zəfərin yaşatdığı qürurverici və sevinç dolu anlar nümayiş olunur. Burada qonaqlar üçün xatirə kitabı da yerləşdirilib.
Dövlət suverenliyinin bərpası 20 sentyabr 2023 adlı 7-ci zal Azərbaycanın suverenliyinin bərpasına həsr olunub. Xəritə installyasiyasında Qarabağ və Şərqi Zəngəzurun tam azad edildiyi, Azərbaycan tarixində yeni bir dövrün başlandığı nümayiş olunur. Muzeyin sonuncu Qarabağ və Şərqi Zəngəzur Dirçəliş adlı zalı isə Qarabağın bərpasına və gələcək inkişafına həsr olunub. Zalın mərkəzindəki installyasiyada qəhrəman şəhidlərimizin övladlarının səsi ilə Qarabağın parlaq gələcəyinə dair mesajlar verilir. 3 işıqlı keçid bərpa, ekoturizm və inkişaf mövzularını əks etdirərək bölgənin yenidən qurulmasına yönəlmiş fəaliyyəti göstərir. Hər keçiddə mədəniyyət, təhsil və infrastruktur layihələrinin maketləri təqdim olunur. İnteraktiv ekranlar Qarabağın təbii gözəlliyini və davam edən bərpa prosesini canlandırır. Bu məkan Qarabağın dirçəlişini, dayanıqlı inkişafını və gələcəyinə olan inamı ifadə edir. Ekspozisiya zalının çıxışındakı Danışan Fotolar adlı bölmədə isə zəfərin hekayəsini və ruhunu əks etdirən fotolar yer alıb. Muzeydə eyni zamanda auditorium zalı, kitabxana və kafe yaradılıb. Auditorium zalında seminar və konferansların müxtəlif ictimai tədbirlərin təşkili nəzərdə tutulur. Muzeyin kitabxanasında Azərbaycan tarixinə, mədəni irsinə, artıq keçmişdə qalan Ermənistan-Azərbaycan münaqişəsinə, eləcə də Qarabağın bərpası və inkişafına dair kitablar, araşdırma materialları təqdim olunur. Gələcəkdə hər bir şəhidimiz barədə toplanmış materialların, eləcə də Vətən müharibəsi qəhrəmanları haqqında sənədli filmlərin muzeyin bazasına yerləşdirilməsi nəzərdə tutulur. Muzeyin girişində tarixi qələbənin rəmzinə çevrilmiş dəmir yumruq installyasiyası və müzəffər Ali Baş Komandan Prezident İlham Əliyevin çıxışından fikirlər əks olunur. Muzeyi əhatə edən divarda 44 günlük Vətən müharibəsində şəhid olmuş qəhrəmanlarımızın adı ehtiram əlaməti kimi həkk edilib. Divar boyu axan su daimi həyat mənbəyi kimi şəhidlərimizin qəhrəmanlıqları ilə ölümsüzlüyə qovuşduqlarını, hər zaman qəlbimizdə yaşadıqlarını simvolizə edir. Muzeyin ekspozisiya zallarında isə Qarabağda Vətən müharibəsinədək və Zəfər günündən sonra həlak olmuş şəhidlərimizin adları var. Zəfər muzeyi, muzeyi əhatə edən Zəfər parkı, parkın girişindəki Zəfər tağı Azərbaycan tarixinə həkk olunmuş 44 günlük Vətən müharibəsini, şanlı qələbəmizi, qəhrəman şəhidlərimizin əziz xatirəsini yaşadır. Bura gələn hər bir ziyarətçinin yaddaşında bu qürurverici tarix yenidən canlanır. Zəfər muzeyi noyabrın 9-undan ziyarətçilər üçün açıq olacaq. Noyabrın 8-də Bakının Azadlıq meydanında Vətən müharibəsində qələbənin 5-ci il dönümünə həsr olunmuş hərbi parad keçirilib. Prezident İlham Əliyev, 1-ci xanım Mehriban Əliyeva, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif paradda iştirak ediblər.
Əvvəlcə Azərbaycanın, Türkiyənin və Pakistanın dövlət himnləri səsləndirildi. Ümummilli lider Heydər Əliyevin və qəhrəman şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olundu. Müdafiə naziri general-polkovnik Zakir Həsənov, Azərbaycan Respublikasının prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevə raport verdi. Dövlətimizin başçısı paradda çıxış etdi. Sonra Türkiyə Respublikasının prezidenti Rəcəb Tayyib Ərdoğan çıxış etdi. Daha sonra Pakistan İslam Respublikasının baş naziri Məhəmməd Şahbaz Şərif çıxış etdi. Dövlət başçılarının çıxışlarından sonra hərbi parad başladı. Hərbi parada Müdafiə Nazirinin birinci müavini, Azərbaycan ordusunun baş qərargah rəisi, Zəfər və Qarabağ ordenli general-polkovnik Kərim Vəliyev komandanlıq etdi. Silahlı qüvvələrimizin şəxsi heyəti Azərbaycan Respublikasının dövlət bayrağı altında tribunaya doğru irəlilədi. Dövlət bayrağının ardınca Azərbaycan ordusunun və hərbi əməliyyatlarda xüsusilə fərqlənən birləşmələrin döyüş bayraqları vətənə xidmətə görə ordenli general-mayor Vüqar Əliverdiyevin başçılığı ilə Azadlıq meydanına gətirildi. Daha sonra hərbi texnikaların keçidi oldu. Ardınca hərbi dəniz qüvvələrinin və Dövlət Sərhəd Xidməti sahil mühafizəsinin döyüş gəmiləri və katerləri hərbi parad üçün Xəzər dənizinin sahil sularında yüksək döyüş hazırlığı nümayiş etdirdi. Bundan sonra Azadlıq meydanı üzərində Azərbaycan və Türkiyə pilotlarının iştirakı ilə hərbi hava qüvvələrinə məxsus döyüş təyyarələrinin və helikopterlərin uçuşu oldu. Bununla bağlı hazırlanan geniş video materiala bugünkü proqramımızda baxa bilərsiniz. Noyabrın 8-də Azərbaycan Respublikasının prezidenti İlham Əliyev, Türkiyə Respublikasının prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistan İslam Respublikasının baş naziri Məhəmməd Şahbaz Şərif birgə nahar ediblər. Bugün Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin, Türkiyə Respublikasının prezidenti Rəcəb Tayyib Ərdoğanın və Pakistan İslam Respublikasının baş naziri Məhəmməd Şahbaz Şərifin üç tərəfli görüşü olub. Görüşdə Türkiyə prezidenti və Pakistanın baş naziri Vətən müharibəsində qələbənin 5-ci il dönümü münasibəti ilə bir daha dövlətimizin başçısını təbrik etdi. Bakıda keçirilən hərbi paradın yüksək səviyyədə təşkil olunduğunu vurğuladılar. Söhbət zamanı Azərbaycan, Türkiyə və Pakistanın daim bir-birinin yanında olduqları qeyd edildi. Ölkələrimiz arasında siyasi, iqtisadi, hərbi, mədəni, humanitar və digər sahələrdə əməkdaşlığın daha da inkişaf etdiyi bildirildi. Liderlər Azərbaycan, Türkiyə, Pakistan üç tərəfli formatının perspektivləri ilə bağlı fikir mübadiləsi apardılar. Bugün Vətən müharibəsində qələbənin 5-ci il dönümündə keçirilən paradda qalib ordumuzun gücü, xalqımızın birliyi bir daha nümayiş etdirildi. Hərbi parad qürur və coşqu ilə izlənildi. Bakının Azadlıq meydanında keçirilən hərbi parad müzəffər ordumuzun qüdrətini, xalqımızın birliyini bir daha nümayiş etdirdi. Tarixi zəfərimizin 5 ilidir bugün. 5 ildir ki, torpaqlarımız işğaldan azad edilib. 5 ildir ki, həsrət bitib. Və görürsünüz ki, bugün hərbi paradda bütün Azərbaycan xalqı, şəhərimizə, ölkəmizə gələn qonaqlar hər biri bu hərbi paradı böyük maraqla izləyir. Nə yaxşı ki, biz bu qələbə bizə qismət oldu. Nə xoşbəxt zamanda yaşayırıq ki, bu qələbəni biz görə bildik. İlk Bakü'ye gelişimiz işte sizin zafer gününe denk geldi. Çok mutluyuz açıkçası. Sözlerime Mustafa Kemal Atatürk'ün sözleriyle başlamak isterim. Azerbaycan'ın sevinci sevincimiz, kederi kederimizdir. İki devlet, tek millet olarak görüyoruz. Azerbaycan bizim kardeşimizdir. Cəbrayılın işğaldan azad olmasında, Füzulinin işğaldan azad olmasında, Hadut qəsəbəsinin işğaldan azad olmasında, Xocavənd rayonunun bir çox kəndlərinin, qəsəbələrinin işğaldan azad olmasında iştirak etmişəm və Şuşa şəhərində gedən döyüşlərdə dağlardan, daşlardan keçən Şuşa şəhərində döyüşlərdə iştirak etmişəm və Şuşa şəhərində gedən döyüşlərdə yaralanmışam. Bundan bir fəxr hiss duyuruq. Vətən müharibəsi iştirakçısı qazisi Füzulinin, Xocavəndin, Şuşanın işğaldan azad olunmasında iştirak etmişəm. Bu günlər bildiyimiz kimi Zəfər paradının 5 illiyi qeyd edilir. Bu gün münasibəti ilə xalqımızı, millətimizi təbrik edirəm. Hamının Zəfər bayramı mübarək olsun. Həmişə belə Azərbaycan qələbələr çalsın, hər şeydə irəlidə olsun. Çox gözəl hisslər keçirəm.
şükür Allah'ın bugünkü gününe ki biz qələbə çalmışıq. Başta prezidentimiz olmaq münasibəti ilə qələbə hər zaman bizimlə olacaq. Azərbaycanda ictimai, siyasi sabitlik tam bərqərar olmuşdur. Vətəndaş həmrəyliyi, vətəndaş birliyi, xalq iqtidar birliyi əsas amillərdən biridir. Biz gənc nəsli vətənpərvərlik ruhuna, vətənə sevgi ruhunda tərbiyə eləmişik. Və bizim gənclərimiz 44 gün ərzində öz sinələrini qabağa verərək, güllə altına gedərək tarixi torpaqlarımızı işğalçılardan azad etdilər. Və vətənpərvərlik, mənəvi keyfiyyətlərimiz şanlı zəfərimizin əsas amillərdən biridir. İkinci Qarabağ müharibəsi ərəfəsində daha da azğınlaşmışdır. Bizə qarşı yeni ərazi iddiaları ilə çıxış etməyə başlamışdır. Onlar bizi yeni müharibə ilə hədələyirlər. Hətta deyirlər ki, onlar yeni torpaqlar uğrunda yeni müharibə aparacaqlar və Azərbaycanı tam işğal edəcəklər. Deyirlər ki, onların tankları Bakı küçələrində olacaq. Deyirlər ki, onlar Bakıda çay içəcəklər. Əslində, onların bu arzuları həyata keçdi. Onları biz gerçəkləşdirdik. Onların tankları bugün hərbi qənimət parkında nümayiş etdirilir. Erməni hərbi cinayətkarları bugün Bakıda məhkəmə qarşısında cavab verirlər və istintaq təcridxanasında Azərbaycan çayını içirlər. Prezident İlham Əliyevin dediyi kimi, bu qələbə sadəcə hərbi üstünlüyün deyil, milli ruhun və vətənpərvərliyin təntənəsidir. Bu xüsusda Türkiyə və Azərbaycanın birliyi sarsılmazdır. Bu yalnız iki dövlətin deyil, eyni kökdən doğan iki millətin qardaşlığıdır. Azadlıq meydanında addımlayan Türk əskəri və Azərbaycan əskəri bir ruhun, bir tarixin, bir məqsədin daşıyıcısıdır. Türkiye, Azerbaycan, Pakistan, Zindabad. Bu, may ayında Laçında qardaşlıq rəmzi kimi yanaşı dalğalanan bayraqlarda, bugün eyni sırada addımlayan hərbiçilərdə öz əksini tapdı. Bugün burada Azerbaycan askeri Türkiye'den gelen asker kardeşleriyle omuz omuza yan yanalar. Askerlerimize baktıkça iki devlet, tek millet şiarının ne demek olduğunu hepimiz görebiliyoruz. Şehitlerimizin birbirine karışan kanlarının üzerinde yükselen hürriyet sancağı Karabağ'ın dört bir yanında şanla, şerefle, gururla dalgalanıyor. İlham kardeşimin dirayetli liderliği altında Azerbaycan ordusu Karabağ'ı işgalden kurtararak gönüllerdeki 30 yıllık bu yangını da söndürdü. Allah'a hamdolsun bugün Laçin'den Şuşa'ya, Zengilan'dan Hankendin'e, Hocalı'dan Fuzuli'ye kadar Karabağ'ın her karışında huzur var, kalkınma var, barış, refah ve özgürlük var. Pakistanın ən ali səviyyədə iştirakı bu paradın mənasını daha da ucaldır. Bu, ədalət naminə birləşən, sülh uğrunda addımlayan xalqların dostluğu və qardaşlığın nümunəsi idi. Pakistan, Azərbaycan və Türkiyə ürəkləri bir döyünən üç qardaş. Bugün burada çiyin-çiyinə dayanaraq bu cür möhtəşəm tədbiri bir yerdə hamılıqla qeyd edirlər. Azadlığı yalnız güclə qazanmırlar. Onu təmin edən qətiyyətli inam və bağlılıqdır. Çünki onlar
qəhrəman mücadiləsinə həyat verir. Xanımlar və cənablar, 5 il əvvəl Azərbaycanın cəsur oğulları, əziz qardaşım, Prezident İlham Əliyevin qətiyyətli və uzaq görən rəhbərliyi altında tarixin çağırışına qalxdılar. Bütün dünya təəccüblə onun şahidi oldu ki, Azərbaycanın cəsur silahlı qüvvələri öz ata-baba yurdlarının tacı olan Qarabağı azad etdi. Torpaqların azadlığı uğrunda bütün mübarizə dövründə Pakistan, qardaş Azərbaycanın yanında bir qaya kimi dayandı. Bundan sonra da belə olacaq. Zəfər paradında iştirak edənlər sırasında dost və tərəfdaş ölkələrdən yüksək səviyyəli nümayəndələr də var. Müasir Azərbaycan dövlətinin qurucusu və memarı, ümummilli lider Heydər Əliyevin, eyni zamanda ərazi bütövlüyümüz və suverenliyimiz uğrunda canlarından keçən qəhrəman vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunur. Allah rəhmət eləsin. Azərbaycan Respublikasının prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı Cənab İlham Əliyev. Salamlama vəziyyətini al. Diqqət, mərkəzə. Cənab Azərbaycan Respublikası Prezidenti, Silahlı Qüvvələrin parad heyətləri vətən müharibəsində qələbənin 5-ci ilində həsr olmuş hərbi parada düzülüb. Müdafiə Naziri İral Polkovnik Zakir Həsənov. Salam əskər. Əziz hərbiçilər, hörmətli qonaqlar, xanımlar və cənablar, mən sizi və bütün Azərbaycan xalqını şanlı zəfərimizin 5-ci il dönümü münasibəti ilə ürəkdən təbrik edirəm. Mənim dəvətimi qəbul edən qardaş ölkələrin rəhbərlərini, nümayəndə heyətlərini səmimiyyətlə salamlayıram. Bugün bizim paradda əziz qardaşım Türkiyə Cumhuriyyətinin Cumhurbaşqanı hörmətli Rəcəb Tayyip Erdoğan iştirak edir. Əziz qardaşım 2-ci Qarabağ müharibəsinin ilk saatlarından başlayaraq Azərbaycana, Azərbaycan xalqına, Azərbaycan ordusuna öz dəstəyini göstərirdi. Onun bizə verdiyi siyasi və mənəvi dəstək bizə əlavə güc verirdi, bizi ruhlandırırdı. Qardaş Türkiyə xalqı, hörmətli Prezident Erdoğan'ın liderliyi ilə Azərbaycana müntəzəm olaraq dəstək göstərmişdir. Müharibə zamanı Azərbaycan tək deyil, Türkiyə Azərbaycanın yanındadır deməsi bütün dünyaya çox ciddi mesaj idi. Azərbaycan xalqı o qardaş dəstəyini heç vaxt unutmayacaq.
Müharibədən və şanlı zəfərimizdən bir il sonra tarixi Şuşa şəhərində Türkiyə və Azərbaycan prezidentləri Şuşa bəyannaməsini imzalayaraq bizim əlaqələrimizi ən yüksək zirvəyə, müttəfiqlik səviyyəsinə qaldırmışlar. Və bugün bizim hərbi paradda Türkiyə hərbçilərinin iştirakı bizim birliyimizin növbəti təzahürüdür. 5 il bundan əvvəl Zəfər paradında da əziz qardaşım Rəcəb Tayyip Erdoğan bizimlə bərabər idi. Bugün isə bizimlə bərabər digər əziz qardaşım iştirak edir. Qardaş Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif bizim qonağımızdır. Pakistan dövləti və xalqı 44 günlük vətən müharibəsi zamanı Azərbaycana dəstək və həmrəylik göstərmişdir. Və bugün ilk dəfə olaraq Azadlıq meydanında Pakistan hərbçiləri də bizimlə bərabər iştirak edirlər. Və bu üç ölkənin, Azərbaycan, Türkiyə, Pakistan xalqlarının, ordularının birliyinin təzahürüdür. Dost ölkələrdən gəlmiş bütün qonaqları salamlayıram və onların bizimlə bərabər bugün olmaları bir daha bizim birliyimizi, həmrəyliyimizi, qarşılıqlı dəstəyi əyani şəkildə göstərir. 90-cı illərin əvvəllərində Ermənistan Azərbaycana qarşı apardığı işğalçılıq siyasəti nəticəsində torpaqlarımızın təxminən 20% işğal altına düşmüşdür. 1 milyon Azərbaycan vətəndaşı qaçqın köçkün vəziyyətinə salınmışdır. Xalqımıza qarşı hərbi cinayətlər törədilmişdir. Xocalı soyqırımı törədilmişdir. Etnik təmizləmə siyasəti aparılırdı. Bu bizim iradəmizi sındırmadı. Azərbaycan heç vaxt işğalla barışmaq fikrində deyildi. Biz sülh danışıqlarını apararkən eyni zamanda hər zaman bəyan edirdik ki, əgər bu danışıqlar nəticə verməsə, Azərbaycan istənilən yollarla, o cümlədən hərbi yolla öz tarixi əzəli torpaqlarını azad edəcək. Uzun müddət davam edən danışıqların nəticəsi sıfır olmuşdur. Onun da əsas səbəbi o idi ki, Ermənistan öz xoşu ilə bir qarış torpaq azad etmək fikrində deyildi. Ermənistan arxasında duran bəzi dövlətlər isə onlara siyasi, iqtisadi və hərbi dəstək göstərərək onlarla həmrəy idi. Onların fikri əzəli Qarabağ torpağımızı Azərbaycandan qoparıb Ermənistana birləşdirmək idi. Bizim isə siyasətimiz ərazi bütövlüyümüzü, suverenliyimizi tam bərpa etməkdən ibarət idi. Hələ 2003-cü ildə ilk dəfə Azərbaycan prezidenti vəzifəsinə seçiləndə mən bəyan etmişdim ki, nəyin baxasına olursa olsun biz öz doğma torpaqlarımızı azad edəcəyik. Biz güc topluyurduq və ildən ilə, aydan aya gücümüz artırdı. Biz beynəlxalq arenada öz səsimizi ucalda bildik. Bütün aparıcı beynəlxalq təşkilatlarda ölkəmizin münaqişə ilə bağlı mövqeyi üstünlük təşkil edirdi. Bir çox qərar və qətnamələr bizim zəfərimizin hüquqi və siyasi əsasını təşkil edirdi. Biz güclü iqtisadiyyat qurmuşduq və əgər bunu etməsəydik, bizim maliyyə imkanlarımız çox məhdud idi. Biz iqtisadi müstəqillik qazanmışdıq və bugün Azərbaycan iqtisadi cəhətdən heç bir ölkədən asılı deyil. Bu bizə daha böyük siyasi güc verirdi. Biz müstəqil siyasət aparan ölkə idik və bu amillər digər amillərlə bərabər bizi şanlı zəfərə yaxınlaşdırırdı. Azərbaycanda ictimai, siyasi sabitlik
tam bərqərar olmuşdur. Vətəndaş həmrəyliyi, vətəndaş birliyi, xalq iqtidar birliyi əsas amillərdən biridir. Biz gənc nəsli vətənpərvərlik ruhunda, vətənə sevgi ruhunda tərbiyə eləmişik. Və bizim gənclərimiz 44 gün ərzində öz sinələrini qabağa verərək, güllə altına gedərək tarixi torpaqlarımızı işğalçılardan azad etdilər. Və vətənpərvərlik, mənəvi keyfiyyətlərimiz şanlı zəfərimizin əsas amillərindən biridir. Biz enerji və nəqliyyat layihələrini uğurla həyata keçirərək bir çox ölkələr üçün, böyük coğrafiya üçün əvəz olunmaz ölkəyə çevrildik. Və bütün bu amillərlə bərabər ordu quruculuğu hər zaman prioritet məsələ olaraq qalırdı. Biz güclü ordu, güclü silahlı qüvvələr yaratmışıq. Ordumuzun döyüş qabiliyyətini artırmışıq. Ordumuzu ən müasir silahlarla, texnika ilə təchiz etmişdik. Və bütün bu amillər və digər amillər bizim qələbəmizi, şanlı zəfərimizi şərtləndirmişdir. Ermənistan isə düzgün nəticə çıxara bilməmişdir. Və 2-ci Qarabağ müharibəsi ərəfəsində daha da azğınlaşmışdır. Bizə qarşı yeni ərazi iddiaları ilə çıxış etməyə başlamışdır. Onlar bizi yeni müharibə ilə hədələyirlər. Hətta deyirlər ki, onlar yeni torpaqlar uğrunda yeni müharibə aparacaqlar və Azərbaycanı tam işğal edəcəklər. Deyirlər ki, onların tankları Bakı küçələrində olacaq. Deyirlər ki, onlar Bakıda çay içəcəklər. Əslində, onların bu arzuları həyata keçdi. Onları biz gerçəkləşdirdik. Onların tankları bugün hərbi qənimət parkında nümayiş etdirilir. Erməni hərbi cinayətkarları bugün Bakıda məhkəmə qarşısında cavab verirlər və istintaq təcridxanasında Azərbaycan çayını içirlər. 44 gün ərzində bizim şanlı silahlı qüvvələrimiz hər gün irəli gedirdi. Bir gün, bir addım geriyə atmamışdır. Böyük peşəkarlıq, rəşadət, qəhrəmanlıq və fədakarlıq göstərmişdir. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Biz bütün dünyaya güclü dövlət və müzəffər xalq kimi özümüzü göstərmişdik. Bunu döyüş meydanında sübut etmişdik. 44 gün ərzində döyüş meydanında 300-dən çox şəhər və kənd düşmənlərdən azad edildi. Biz düşməni qova-qova irəliyə gedirdik və hər azad edilmiş şəhər və kənd, orada qaldırılan Azərbaycan bayrağı bizim ordumuzu da, xalqımızı da daha da ruhlandırırdı. Və nəhayət noyabrın 8-də alınmaz qala sayılan Şuşa şəhəri erməni işğalçılarından azad edilmişdir. Bizim şanlı zəfər yürüyüşümüz 27 sentyabrdan 8 noyabra qədər uğurla davam edirdi. Dağlardan, çaylardan, dərələrdən keçərək, sıldırım qayalara dırmaşaraq biz şanlı zəfərə doğru gedirdik. Və Şuşanın düz 5 il bundan əvvəl azad edilməsi Ermənistan ordusunun belini qırdı və ondan sonra onlar təslim oldular. Ondan bir gün sonra noyabrın 9-undan 10-una keçən gecə Ermənistan rəsmən təslim olaraq kapitulyasiya aktına imza attı. Beləliklə, biz ərazi bütövlüyümüzü, tarixi ədaləti, beynəlxalq hüququ
və milli ləyaqətimizi özümüz bərpa etdik. Bugün isə Qarabağ və Şərqi Zəngəzur dirçəlir. Bugün böyük qayıdış proqramı icra edilir. Məktəblər, xəstəxanalar, sənaye müəssisələri, elektrik stansiyaları, su anbarları, evlər tikilir. Artıq 60 mindən çox insan azad edilmiş torpaqlarda yaşayır, çalışır və təhsil alır. Bütün bu tarixi nailiyyətlərlə bağlı bir daha əziz xalqımı təbrik edirəm. Biz qürur hissi ilə bu 5 ili yaşamışıq və əminəm ki, bundan sonra Azərbaycan xalqı qəhrəman, müzəffər xalq kimi, Azərbaycan dövləti, qalib dövlət kimi əbədi yaşayacaqdır. Biz bu torpaqların sahibləri Qarabağa, Şərqi Zəngəzura qayıtmışıq və bundan sonra bu torpaqlarda əbədi yaşayacağıq. Bu torpaqlarda əbədi Azərbaycan bayrağı dalğalanacaqdır. Mən bütün Azərbaycan xalqını bir daha şanlı zəfərimiz münasibəti ilə ürəkdən təbrik edirəm. Azərbaycan xalqına can sağlığı, yeni uğurlar arzulayıram. Qarabağ Azərbaycandır. Türkiye Respublikası'nın prezidenti Cenab Recep Tayyip Erdoğan. Aziz kardeşim, Cumhurbaşkanı Sayın İlham Aliyev, Pakistan Başbakanı Sayın Şahbaz Şerif, Azerbaycan Silahlı Kuvvetleri'nin kahraman mensupları, Azerbaycanlı kardeşlerim, sizleri en kalbi duygularımla, saygıyla, sevgiyle selamlıyorum. Zafer günümüzün 5. yıl dönümünde sizlerle beraber olmaktan büyük bir bahtiyarlık duyuyorum. İlham Aliyev kardeşim nazik daveti için şükranlarımı sunuyorum. Sizlere Türkiye'deki kardeşlerinizin selamlarını getirdim. Sizlere 86 milyonun en samimi muhabbetlerini getirdim. Bu gurur günümüzde inanıyorum ki şu anda Türk Devletleri Teşkilatı'ndaki kardeşlerimiz de bizimle aynı coşkuyu yaşıyor. Zaferimiz kutlu olsun. Cenab-ı Allah Azerbaycan'ı ve Türk dünyasını nice zaferlere kavuştursun. Azerbaycan'ın sevincini paylaşan Pakistan Başbakanı Şahbaz kardeşim başta olmak üzere bugün aramızda olan dost ülkelerden tüm temsilcilere teşekkür ediyorum. Kardeşlerim, bugün hep beraber 30 yıllık işgali sonlandıran muhteşem ve muazzam bir zaferin 5. yıl dönümünü kutluyoruz. Vatan muharebesinde toprağa düşen tüm şehitlerimizi, Azerbaycan'ın yiğit evlatlarını bir kez daha rahmetle yad ediyorum. Rabbim şehitlerimizin ruhlarını şad, mekanlarını inşallah cennet eylesin.
Azerbaycan edebiyatının sembol isimlerinden Mehmet Aras, Azerbaycan türkünün vatan aşkını şöyle anlatıyordu. Bugün gerek her anımız vatan desin. Kılıcımız, kalkanımız vatan desin. Ölenlerin yerine kalanımız vatan desin. Vatan desin, kalbimizin her duygusu, her vurgusu vatan desin. Farkı yoktur. Harda olak, zamanımız, mekanımız vatan desin. Kalpleri her seferinde vatan diye çarpan kahraman gazilerimize minnet duygularımı ifade ediyor. Yüce Allah onlardan razı olsun diyorum. Hayatları pahasına verdikleri destansı mücadeleyle 30 yıllık işgali sona erdiren Azerbaycan Silahlı Kuvvetleri'nin tüm mensuplarını bir kez daha tebrik ediyorum. Aynı şekilde bu büyük zaferin mimarı ve lideri olan İlham Aliyev kardeşimi canı gönülden tebrik ediyor. Başarılarının daim olmasını diliyorum. Bilmenizi isterim ki Karabağ'ın azatlığa kavuşması sadece Azerbaycan için değil, Türk dünyası için de büyük bir gurur vesilesidir. Azerbaycan ordusunun Karabağ toprağında attığı her adım, istiklal ve izzet uğruna dökülen her damla kan, Türk dünyasının tarihinde birer şeref nişanesi olarak ortak tarihimize altın harflerle yazılmıştır. Bugün burada Azerbaycan askeri Türkiye'den gelen asker kardeşleriyle omuz omuza yan yanalar. Askerlerimize baktıkça iki devlet, tek millet şiarının ne demek olduğunu hepimiz görebiliyoruz. Şehitlerimizin birbirine karışan kanlarının üzerinde yükselen hürriyet sancağı Karabağ'ın dört bir yanında şanla, şerefle, gururla dalgalanıyor. Biliyorsunuz bundan 45 gün önce aslen Karabağlı olan büyük bir şairimizi rahmeti rahmana uğurladık. Merhum Yavuz Bülent Bakiler Karabağ'a olan hasretini şu mısralarla dile getirmişti. Toprağına bayraklarla girebilirim. Kara sevdalılar gibi hasretim Karabağ, uğruna ölebilirim. Bir gün biterse her şey Karabağ'ı görmeden istemem bandolar, büyük çelenkler. Allah'ım ruhuma biraz sükun ver. Üstüme okunmuş birkaç avuç mübarek Karabağ toprağından serpilse yeter. Yıllarca şairler Karabağ için işte böyle özlem dolu şiirler yazmıştı. İlham kardeşimin dirayetli liderliği altında Azerbaycan ordusu Karabağ'ı işgalden kurtararak gönüllerdeki 30 yıllık bu yangını da söndürdü. Allah'a hamdolsun bugün Laçin'den Şuşa'ya, Zengilan'dan Hankendine, Hocalı'dan Fuzuli'ye kadar Karabağ'ın her karışında huzur var, kalkınma var,
barış, refah ve özgürlük var. İnşallah bu barış ve güven iklimi daha da güçlenmeye devam edecek. Değerli dostlarım, kıymetli misafirler, Karabağ zaferi vicdanları kanatan büyük bir adaletsizliği sonlandırmakta kalmadı. Aynı zamanda bölgemizde yeni bir dönemin kapılarını araladı. Vatan muharebesi Asya ve Avrupa'daki jeopolitik dengeleri de değiştirdi. Biz ne kin tutarız ne de geçmişteki acıların tekrar yaşanmasına izin veririz. Dolayısıyla bu zaferi bir son olarak değil, Kafkasya'da kalıcı barışa giden yolun kilometre taşı olarak görüyoruz. Kafkasya'da barışın hakim olmasının Asya'dan Avrupa'ya tüm bölgenin refahına hizmet edeceği kanaatindeyiz. Şunu da burada özellikle vurgulamak isterim. Biz kalıcı barış noktasında son derece ümit varız, iyimseriz. İlham Aliyev kardeşimin kalıcı barışın tesisi için gösterdiği samimi çabaları takdirle karşılıyoruz. Ermenistan Başbakanı Sayın Paşinyan'ın da bu yolda attığı cesur adımları memnuniyetle takip ediyoruz. İnşallah bu muhteşem zafer her iki liderin yapıcı tavrıyla bölgede huzuru ve barışı tahkim edecek kalıcı bir anlaşmayla neticelenecektir. Türkiye olarak bu konuda üzerimize ne düşüyorsa inşallah bunu yapmaya devam edeceğiz. Gelinen noktada Can Azerbaycan'ın hem bölgesinde hem de ötesinde kaydettiği ilerlemeden büyük bir kıvanç duyuyoruz. Aramızdaki müstesna ilişkiler somut ve stratejik projelerle her geçen gün daha da güçleniyor. Hatırlayacaksınız, asrın projesi Azeri, Çırak, Güneşli başta olmak üzere Bakü, Tiflis, Ceyhan, ham petrol boru hattı, Şahdeniz ve TANAP ile taşlandırdığımız işbirliğimizi son olarak Iğdır, Nahçıvan doğalgaz boru hattının faaliyete geçmesiyle daha da perçinledik. Şimdi bu işbirliğimizi daha da ileriye götürmenin ve kapsamını geliştirmenin gayreti içindeyiz. Kafkasya'da tesis edilecek yeni rotaların ulaştırma ve enerji iletim imkanlarını artırmasını temenni ediyoruz. Hazar geçişli Doğu-Batı Orta Koridorunu bölgedeki tüm kardeşlerimizin faydasına olacak şekilde yatırımlarla geliştirmemiz gerekiyor. Bilhassa Bakü, Tiflis, Kars demiryolu hattını en verimli şekilde kullanmak için Azerbaycan'la beraber çok daha ileri adımlar atacağımıza inanıyorum. Değerli kardeşlerim, Azerbaycan Karabağ başta olmak üzere bölgenin yeniden imar ve ihyası, halkın güvenli geri dönüşü ve yok edilen kültürel ve dini mirasın restorasyonu için büyük bir gayret sarf ediyor. Karabağ, İlham kardeşimle beraber Pakistan Başbakanı Şahbaz Şerif kardeşimin de bir kısmına iştirak ettiği ziyaretlerimiz oldu.
zaferden sonra Karabağ'ın tamamında yaşanan kalkınma ve yatırım seferberliğine bizzat şahitlik ettim. Havalimanlarını, yolları, köprüleri, tünelleri, demir yollarını, evleri, yükselen binaları, tarım ve ulaştırma projelerini yerinde gördük. İlham kardeşimin liderliğinde Can Azerbaycan'ın neleri başarabileceğine yakından tanık oldum. Bir kez daha maşallah, barekallah diyorum. Tabii bizim gördüklerimiz sadece bir başlangıç. İnşallah bunların devamı da gelecek. Muhteşem güzelliğiyle Karabağ tekrar bölgenin parlayan yıldızı olacak. Bu süreçte biz de Azerbaycan'a gereken her türlü desteği vereceğiz. Can Azerbaycan'la ikili işbirliğimizin yanı sıra Türk Devletleri Teşkilatı bünyesindeki birlik ve dayanışmamızı da sürdürüyoruz. Aile Meclisimizin tüm fertlerinin en üst düzeyde katılımıyla Ekim ayında Gebele'de 12. zirvemizi gerçekleştirdik. Zirvede çağrısını yaptığım 15 Aralık Dünya Türk Dili Günü kararının da UNESCO bünyesinde hayata geçmesinden memnuniyet duyuyorum. Teşkilat dönem başkanlığı sırasında Azerbaycan'la dayanışmamız inşallah daha da ivme kazanacak. Şimdiden Can Azerbaycan'a çalışmalarında başarılar diliyorum. Azerbaycan'ın sarsılmaz desteğiyle Kuzey Kıbrıs Türk Cumhuriyeti'nin Türk dünyası içindeki konumunun güçlenmesini temenni ediyorum. Rabbim yar ve yardımcımız olsun diyorum. Bu düşüncelerle Vatan Muharebesi'nde al kanlarıyla toprağı sulayan aziz şehitlerimizi rahmetle yad ediyor, gazilerimize şükranlarımı sunuyorum. Aynı şekilde 1918 yılında Bakü'yü işgalden kurtaran Kafkas İslam ordusunun bütün şehitlerini bilhassa da Gazi Namdar Şehit-i Ala Enver Paşa'yı ve kardeşi Nuri Killigil Paşa'yı bir kez daha minnetle anıyorum. Bu vesileyle 9 Kasım Devlet Bayrak Gününüzü de yürekten kutluyorum. Hepinizi en kalbi duygularımla selamlıyorum. Sağ olun, var olun, Allah'a emanet olun. Pakistan İslam Respublikasının Baş Naziri Cənab Məhəmməd Şahbaz Şərif. बिस्मिल्लाहिर्रहमानिर्रहीम कुल या इबादियल्लज़ीना असरफू अला अनफुसिहिम ला तक़नतू मिनर रहमतिल्लाह इन्नल्लाह यग़फिरु ज़ुनूबन जमीआ सदक़ल्लाहु मौलाना अज़ीम. My dear brother, Mənim əziz qardaşım Prezident İlham Əliyev
My dear brother, Mənim əziz qardaşım, Prezident Rəcəb Tayyip Erdoğan, my dear brother Sheikh Hamdan Muhammad bin Rashid Al Maktoum, əziz qardaşım, Prince of Şeyx Həzrətləri Əl-Məktум, Birləşmiş Ərəb Əmirliklərinin şeyxi, personnel of the armed, Azərbaycan Silahlı Qüvvələrin qəhrəman my şəxsi heyəti, Bayani brothers and sisters, Azərbaycanlı qardaş və bacılar, hörmətli rəsmilər, xanımlar və cənablar, salam əleyküm and a very good afternoon. və günortanız xeyir olsun. I am grateful to my dear brother President Əziz qardaşım Prezident İlham Əliyevə for his gracious invitation belə bir sevinç dolu münasibətlə mənə verdiyi nəzakətli dəvətə, mənə və nümayəndə heyətimə göstərdiyi səmimi qonaqpərvərliyə görə of the people of Pakistan. təşəkkürümü bildirirəm. Equally share the pride and joy Pakistan xalqının səmimi salamlarımı Azərbaycanlı qardaş və bacılarına gətirirəm. 44 günlük Vətən müharibəsində əldə edilmiş şanlı qələbənin 5-ci il dönümünü qeyd edirik. Xanımlar və cənablar, Pakistan, Azərbaycan və Türkiyə three brothers whose ürəkləri bir döyünən üç qardaş are present bugün today. burada çiyin-çiyinə dayanaraq Are present here today along with bu our cür brothers from möhtəşəm tədbiri standing shoulder to shoulder bir yerdə celebrating this momentous hamılıqla occasion. qeyd edirlər. And what a proud and scintillating sight it is right here to witness our valiant armed Azərbaycan və Türk qardaşların arxasında beside their marşla gedən müzəffər silahlı qüvvələrimizi görmək, as the skies əlhəmdülillah, hər il güclənən, roar of möhkəm dostluğumuzun gözəl rəmzi olan JF-17 ildırım qırıcı təyyarələrin gürültülü səsinə qərq olan səmanı seyr etmək nə dərəcədə fəxarət və duyğulandıran görünüşdür. ladies and gentlemen, Xanımlar və cənablar, reminded of the Azerbaijani and Turkish military contingents that proudly marched bu il alongside the avqustun 14-də in Islamabad Hindistanla 4 günlük tarixi zəfərimizi markayı haqqı qeyd etmək məqsədi ilə sürəkli alqışlar altında İslamabadda Pakistanın silahlı qüvvələri ilə fərəh hissi ilə marşla keçən Azərbaycan və Türkiyənin hərbi kontingentlərini vividly recall yadıma düşür. memories of my own childhood. Bugün ürəyim fəxarət hissi ilə dolur. Ladies and gentlemen, I recall Xanımlar və cənablar, memories of my childhood çünki mən when my late father böyük həvəslə və vətənpərvərlik eşqi ilə möhtəşəm hadisəni qeyd edən güclü Azərbaycan xalqını that led to the creation of burada görürəm. Uşaqlıq xatirələrim göz qarşısına gəlir. O zaman mərhum atam 47-ci ildə Pakistanın yaranması ilə necələnmiş ulu babalarımızın tarixini mənə söylədi. Bugün sizin təbəssümünüzü, simanızı və sevinç dolu gözlərinizi gördükdə uşaqlığın o əziz xatirələri bir daha ürəyimdə canlanır. Xanımlar və cənablar, azadlıq mübarizəmizdə işıq saçan mayakımız, milli şairimiz Allama Məhəmməd İqbal şairənə yazırdı. and I quote, गुलामी में नाकाम आती हैं शमशीरें न तदबीरें, गुलामी में नाकाम आती हैं शमशीरें न तदबीरें, जो हो ज़ौक़े यकीन पैदा तो कट जाती है जंजीरें. Iqbal says, and I translate in English, Mən bunu indi İngilis dilində bondage, bu misraları gətirirəm. Birlik qarşısında your strategies dayanır nə work. qılınc, nə strategiya. They don't work. But İnamın fire of alovu conviction zəifləyəndə isə then all chains of bondage bu birliyin are shattered, are cut. bütün telləri titrəyir. Iqbal said, İqbal öz şeirində and these timeless words
tarixdə bu misraları bu cür yazmışdır. Bu cür dəyərli misralar bizə xatırladır ki, azadlığı yalnız güclə qazanmırlar. Onu təmin edən qətiyyətli inam və bağlılıqdır. Çünki onlar qəhrəman mücadiləsinə həyat verir. Xanımlar və cənablar, 5 il əvvəl Azərbaycanın cəsur oğulları, əziz qardaşım, Prezident İlham Əliyevin qətiyyətli və uzaq görən rəhbərliyi altında tarixin çağırışına qalxdılar. Bütün dünya təəccüblə onun şahidi oldu ki, Azərbaycanın cəsur silahlı qüvvələri öz ata-baba yurdlarının tacı olan Qarabağı azad etdi. Torpaqların azadlığı uğrunda bütün mübarizə dövründə Pakistan, qardaş Azərbaycanın yanında bir qaya kimi dayandı. Bundan sonra da belə olacaq. Hörmətli qonaqlar, Azərbaycanın Qarabağdakı qələbəsi suverenlik və öz müqəddəratı uğrunda vuruşan bütün xalqlar üçün, o cümlədən Qəzzanın cəsur və güclü xalqı və Hindistanın qeyri-qanuni işğal etdiyi Cəmmu və Kəşmir xalqı üçün ədalətin möhtəşəm təntənəsi, ümid yeri oldu. Bütün dünya bu ilin mayında Hindistanla 4 günlük mübarizə zamanı bütün dünya Azərbaycan və Türkiyənin böyük xalqları və qətiyyətli rəhbərlərinin Pakistanla qətiyyətlə dayandığının şahidi oldular. Feld Marşal Səid Asim Munirin dinamik və qorxmaz rəhbərliyi ilə Pakistanın olduqca peşəkar silahlı qüvvələri düşmənin burnunu qanattı. Düşməni şoka və qorxuya salan sərrast və çox tutarlı hərbi zərbələri endirdi. Hava qüvvələri marşalı Zahir Bəbir Sidhunun bacarıqlı komandanlığı altında vətənin müdafiəsinə səmaya qalxmış və hər zaman ayıq-sayıq olan şahinlərimiz düşmənin 7 çox müasir təyyarəsini ildırım sürəti ilə sıradan çıxartdılar. Əslində Pakistan Azərbaycanlı və Türkiyəli qardaşları kimi sülhə çalışır. Lakin heç kəs də şübhə belə qoymur ki, kimsə qarşımıza çıxsın, suverenliyimizə hücum çəksin, yaxud ərazi bütövlüyümüzü şübhə altına salsın. Xanımlar və cənablar, bugün keçmişimizi qeyd etdiyimiz bir anda, həmçinin gələcəyimizə böyük ümid və arzularla baxırıq. Məcburi köçkün ailələrin Qarabağa, öz yurdlarına qayıdışını görmək çox ilhamlandırıcıdır. Əziz qardaşım, cənab prezident, bu sizin Azərbaycan xalqının rifahı və tərəqqisinə olan şəxsi güclü sadiqliyinizin böyük rəmzidir. Qarabağın incisi Şuşada, Xankəndi, Füzuli, Laçın və Qarabağın bütün digər azad edilmiş ərazilərində yenidən qurmanın bu cür inanılmaz tempi tam fenomenal xarakter daşıyır. Həmçinin inkişafın ən uğurlu modellərindən biri bugün Türkiyədə görünür və onun memarı əziz qardaşım Prezident Rəcəb Tayyip Ərdoğandan başqa kim ola bilər? Bütün qonaqlarla yanaşı bu gözəl mərasimdə Türkiyəni müasir, aparıcı, strateji və iqtisadi gücə çevirən, onun uzaq görən rəhbərliyinə böyük iftixarla baxdığımı qeyd etməliyəm. Xanımlar və cənablar, əsl qələbə tək döyüş meydanında deyil, eləcə də sülh və anlaşma körpülərinin salınmasındadır. Əziz qardaşım Prezident İlham Əliyev,
Azərbaycan ilə Ermənistan arasında ləyaqət və qarşılıqlı hörmətə əsaslanan sülhə aparan çətin yolda Azərbaycanı istiqamətləndirərək sizin müdrik rəhbərliyiniz mənə böyük təəssürat bağışlayır. Qarabağda möhtəşəm hərbi qələbəni qazandıqdan sonra, cənab prezident, siz indi də bacarıqlı diplomatiyanız sayəsində sülhü qazandınız. Burada mən həmin sülh üçün uğur gətirmiş nümunəvi rəhbərlik keyfiyyətlərinə görə ABŞ prezidenti Donald Trumpa təşəkkürümü bildirməliyəm. Məhz prezident Trumpın qətiyyətli və həlledici rəhbərliyi ilə Pakistanla Hindistan arasında atəşkəs əldə olundu. Əsas müharibəyə imkan verilmədi və milyonlarla insanların həyatını xilas edərək Cənubi Asiyada sülh bərpa olundu. Xanımlar və cənablar, sülhə olan ümumi qətiyyətimiz bu yaxınlarda Əfqanistanla olan hadisələrdə sınaqdan keçdi. Mən əziz qardaşım, Prezident Rəcəb Tayyip Ərdoğana onun verdiyi böyük töhfəyə görə təşəkkürümü bildirmək istəyirəm. Qətər dövlətinin iştirakı ilə bu baş tutdu. Bu həm çətin, həm asan anlarda çiyin-çiyinə dayanan ölkələrimiz arasında güclü sınaqdan keçmiş qardaş əlaqələrin əsl təzahürüdür. Xanımlar və cənablar, bugün zəfəri qeyd etdiyimiz dövrdə biz həmçinin şəhidləri yad etməliyik. Azərbaycan uğrunda mübarizə aparmış şəhidlərə Allah rəhmət eləsin. Onların cəsarəti, qüvvəsi və verdiyi qurbanlar xalqınızın tarixdə yadda qalan fəsli yazdı. Bugün cəsur oğul və qızlarınızın qanı və qurbanı sayəsində azad olunmuş zəngin Qarabağ torpaqlarında gözəl xarı bülbül yenə çiçək açır və sülh, ümid gətirir. Qoy uca Allah tərəqqi və firavanlıq dolu gələcəyə doğru qətiyyətlə addımlayan böyük xalqlarımıza qüvvə versin. Yaşasın Pakistan-Azərbaycan dostluğu, yaşasın Pakistan, Azərbaycan və Türkiyə dostluğu. Sağ olun. Zəfər Muzeyi, muzeyi əhatə edən Zəfər Parkı, parkın girişindəki Zəfər tağı Azərbaycan tarixinə həkk olunmuş 44 günlük vətən müharibəsini, şanlı qələbəmizi, qəhrəman şəhidlərimizin əziz xatirəsini yaşadır. Bura gələn hər bir ziyarətçinin yaddaşında bu qürurverici tarix yenidən canlanır. Zəfər Muzeyi noyabrın 9-undan ziyarətçilər üçün açıq olacaq. Noyabrın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyip Ərdoğan və Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif birgə nahar ediblər. Noyabrın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyip Ərdoğanın və Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifin 3 tərəfli görüşü olub. Görüşdə Türkiyə Prezidenti və Pakistanın Baş naziri vətən müharibəsində qələbənin 5-ci il dönümü münasibətilə bir daha dövlətimizin başçısını təbrik etdi. Bakıda keçirilən hərbi paradın yüksək səviyyədə təşkil olunduğunu vurğuladılar. Söhbət zamanı Azərbaycan, Türkiyə və Pakistanın daim bir-birinin yanında olduqları qeyd edildi. Ölkələrimiz arasında siyasi, iqtisadi, hərbi, mədəni, humanitar və digər sahələrdə əməkdaşlığın daha da inkişaf etdiyi bildirildi. Liderlər Azərbaycan, Türkiyə, Pakistan üç tərəfli formatının perspektivləri ilə bağlı fikir mübadiləsi apardılar.
Azadlıq meydanı yenidən tarixi anlara şahidlik etdi. Zəfər gününün 5-ci il dönümündə keçirilən hərbi parad Azərbaycanın gücünü, birliyini və sarsılmaz iradəsini nümayiş etdirdi. İlk dəfə olaraq bu paradda qardaş Türkiyə və Pakistanın liderləri, eləcə də üç ölkənin hərbiçiləri bir sırada addımladı. Bu qələbənin dostluğun və ortaq dəyərlərin rəmzi idi. Azadlıq meydanında 4000-dən çox xüsusi təyinatlının keçidi ilə bərabər silahlı qüvvələrimizdə istismara yeni qəbul olunmuş hərbi texnikaların cüzi hissəsi də sübut eləyirdi ki, bu ordu 2020-ci ildəki ordudan daha güclü, daha müasirdir. Azadlıq meydanında addımlayan hər bir əskərin baxışında 44 günün qüruru, 5 ilin zəfər ruhu var idi. Azərbaycan xalqı öz iradəsi, liderinin dəmir qətiyyəti və ordusunun yenilməzliyi ilə tarix yazdı. O tarix indi səngərlərdə deyil, meydanlarda, azad torpaqlarda yaşayır. Bu ilki paradda 4000 nəfərlik şəxsi heyət iştirak etdi. Onların hamısı hazırlıq keçmiş xüsusi təyinatlı qüvvələrimiz idi. Yeni alınan ağır texnikalar, müasir döyüş sistemləri və pilotsuz uçuş aparatları nümayiş etdirildi. Amma bu, ordunun malik olduğu texnikaların yalnız cüzi bir hissəsi idi. Hərbi parad Azərbaycanın hərbi qüdrətinin və müdafiə potensialının real göstəricisi kimi tarixə düşdü. Azərbaycanda ictimai, siyasi sabitlik tam bərqərar olmuşdur. Vətəndaş həmrəyliyi, vətəndaş birliyi, xalq iqtidar birliyi əsas amillərdən biridir. Biz gənc nəsli vətənpərvərlik ruhuna, vətənə sevgi ruhunda tərbiyə eləmişik. Və bizim gənclərimiz 44 gün ərzində öz sinələrini qabağa verərək, güllə altına gedərək tarixi torpaqlarımızı işğalçılardan azad etdilər. Və vətənpərvərlik, mənəvi keyfiyyətlərimiz şanlı zəfərimizin əsas amillərdən biridir. İkinci Qarabağ müharibəsi ərəfəsində daha da azğınlaşmışdır. Bizə qarşı yeni ərazi iddiaları ilə çıxış etməyə başlamışdır. Onlar bizi yeni müharibə ilə hədələyirlər. Hətta deyirlər ki, onlar yeni torpaqlar uğrunda yeni müharibə aparacaqlar və Azərbaycanı tam işğal edəcəklər. Deyirlər ki, onların tankları Bakı küçələrində olacaq. Deyirlər ki, onlar Bakıda çay içəcəklər. Əslində, onların bu arzuları həyata keçdi. Onları biz gerçəkləşdirdik. Onların tankları bugün hərbi qənimət parkında nümayiş etdirilir. Erməni hərbi cinayətkarları bugün Bakıda məhkəmə qarşısında cavab verirlər və istintaq təcridxanasında Azərbaycan çayını içirlər. Prezident İlham Əliyevin dediyi kimi, bu qələbə sadəcə hərbi üstünlüyün deyil, milli ruhun və vətənpərvərliyin təntənəsidir. Bu xüsusda Türkiyə və Azərbaycanın birliyi sarsılmazdır. Bu yalnız iki dövlətin deyil, eyni kökdən doğan iki millətin qardaşlığıdır. Azadlıq meydanında addımlayan Türk əskəri və Azərbaycan əskəri bir ruhun, bir tarixin, bir məqsədin daşıyıcısıdır. Türkiyə, Azərbaycan, Pakistan, Bu, may ayında Laçında qardaşlıq rəmzi kimi yanaşı dalğalanan bayraqlarda, bugün eyni sırada addımlayan hərbiçilərdə öz əksini tapdı. Bugün burada Azerbaycan askeri Türkiye'den gelen asker kardeşleriyle omuz omuza yan yanalar. Askerlerimize baktıkça iki devlet, tek millet şiarının ne demek olduğunu hepimiz görebiliyoruz. Şehitlerimizin birbirine karışan kanlarının üzerinde yükselen hürriyet sancağı Karabağ'ın dört bir yanında şanla, şerefle, gururla dalgalanıyor. İlham kardeşimin dirayetli liderliği altında Azerbaycan ordusu
Karabağ'ı işgalden kurtararak gönüllerdeki 30 yıllık bu yangını da söndürdü. Allah'a hamdolsun bugün Laçin'den Şuşa'ya, Zengilan'dan Hankendin'e, Hocalı'dan Fuzuli'ye kadar Karabağ'ın her karışında huzur var, kalkınma var, barış, refah ve özgürlük var. Pakistanın ən ali səviyyədə iştirakı bu paradın mənasını daha da ucaldır. Bu, ədalət naminə birləşən, sülh uğrunda addımlayan xalqların dostluğu və qardaşlığın nümunəsi idi. Pakistan, Azərbaycan və Türkiyə ürəkləri bir döyünən üç qardaş. Bugün burada çiyin-çiyinə dayanaraq bu cür möhtəşəm tədbiri bir yerdə hamılıqla qeyd edirlər. Azadlığı yalnız güclə qazanmırlar. Onu təmin edən qətiyyətli inam və bağlılıqdır. Çünki onlar qəhrəman mücadiləsinə həyat verir. Xanımlar və cənablar, 5 il əvvəl Azərbaycanın cəsur oğulları, əziz qardaşım, Prezident İlham Əliyevin qətiyyətli və uzaq görən rəhbərliyi altında tarixin çağırışına qalxdılar. Bütün dünya təəccüblə onun şahidi oldu ki, Azərbaycanın cəsur silahlı qüvvələri öz ata-baba yurdlarının tacı olan Qarabağı azad etdi. Torpaqların azadlığı uğrunda bütün mübarizə dövründə Pakistan qardaş Azərbaycanın yanında bir qaya kimi dayandı. Bundan sonra da belə olacaq. Zəfər paradında iştirak edənlər sırasında dost və tərəfdaş ölkələrdən yüksək səviyyəli nümayəndələr də vardı. Slovakiyanın baş nazir müavini və müdafiə naziri, Səudiyyə Ərəbistanının müdafiə nazirinin müavini, Serbiyanın baş qərargah rəisi, Qırğızıstanın və Qazaxıstanın müdafiə nazirləri, eləcə də Özbəkistanın müdafiə nazirinin müavini Bakıda bu tarixi günü Azərbaycan xalqı ilə birgə qeyd etdilər. Onların iştirakı Azərbaycanın artan beynəlxalq nüfuzunun, qlobal əməkdaşlıq və sülh çağırışlarının təntənəsidir. Meydanda keçən hərbi texnika, səslənən hər marş, hər addım bir mesajdır dünyaya. Azərbaycan sülhün tərəfdarıdır, amma hər bir təhdidə cavab verməyə tam hazırdır. 5 il əvvəl zəfər qazanan ordu bugün artıq daha güclüdür. Təcrübə, texnologiya və müasir silah sistemləri ilə təchiz edilmiş Azərbaycan ordusu regionun ən güclü hərbi qüvvələrindən birinə çevrilib. Zəfərin 5 ili gücün, birliyin və gələcəyə inamın 5 ilidir. Bugün meydanda dalğalanan bayraqlar yalnız qələbənin deyil, qardaşlığın və müttəfiqliyin rəmzidir. Bugün bu meydanda Azərbaycan da, Türkiyə də, Pakistan da var. Səkinə Bababəyova, Kamil Eldaroğlu, AzTV Xəbər. 8 noyabr Zəfər günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları ünvanlanıb. 5 il əvvəl doğma vətəninin əsl fədaisi və sadiq oğlu, görkəmli dövlət və siyasət xadimi olan sizin kimi müdrik rəhbərin qətiyyəti və cəsarəti sayəsində ölkənizin ərazi bütövlüyü bərpa edilmiş, tarix ədalət təmin olunmuşdur. Bu möhtəşəm hadisə təkcə Azərbaycanın gücünü və böyük potensialını bütün dünyaya aydın şəkildə nümayiş etdirmədi. Həm də regionda sülh, qarşılıqlı anlaşma və sabitliyin möhkəmlənməsi üçün əsaslı zəmin yaratdı. Bu ifadələr Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin 8 noyabr Zəfər günü münasibəti ilə Prezident İlham Əliyevə təbrik məktubunda yer alıb. Pakistan İslam Respublikasının prezidenti Asif Əli Zərdari də dövlətimizin başçısına təbrik məktubu ünvanlayıb. Məktubda deyilir: Bu il qələbə gününün qeyd olunması Ermənistanla münasibətlərdə əhəmiyyətli inkişafdan sonra regionda davamlı sülhə doğru müsbət nəticələrin təşviq edilməsi ilə üst-üstə düşdüyündən xüsusi əhəmiyyət daşıyır. Bu tarixi məqam hamı üçün sabitlik, əməkdaşlıq və firavanlıqla təmin olunacaq gələcəyin qurulması üçün yeni ümidlər doğurur.
İki müqəddəs ocağın xadimi Səudiyyə Ərəbistanının kralı Salman bin Əbdüləziz Əl Səud isə təbrik məktubunda vurğulayıb ki, ölkənizin Zəfər günü və Dövlət bayrağı günü münasibəti ilə zat-ı alinizə səmimi təbriklərimizi və ən xoş arzularınızı çatdırmaqdan məmnunluq duyuruq. Sizə möhkəm can sağlığı və səadət, qardaş Azərbaycan hökumətinə və xalqına davamlı inkişaf və rifah arzu edirik. Qardaş ölkələrimiz və xalqlarımız arasında bütün sahələrdə münasibətləri möhkəmləndirmək və inkişaf etdirmək istəyimizi bir daha bəyan edirik. Zat-ı alinizi ölkənizin Zəfər günü və Dövlət bayrağı günü münasibəti ilə təbrik etməkdən və səmimi arzularımı çatdırmaqdan çox məmnunam. Sizə möhkəm can sağlığı və xoşbəxtlik, qardaş Azərbaycan hökumətinə və xalqına daha çox tərəqqi və firavanlıq diləyirəm. Səudiyyə Ərəbistanı Krallığının vəliəhdi Baş nazir Məhəmməd bin Salman bin Əbdüləziz Əl Səud Prezident İlham Əliyevə təbrik məktubunda belə deyib. İSESCO-nun baş direktoru Səlim bin Məhəmməd Əl-Malik isə təbrik məktubunda qeyd edib ki, Qarabağa hər səfərim zamanı oradakı sürətli dəyişiklikləri böyük heyranlıqla izləmişəm. Şəhər və kəndlərin yenidən qurulması, mədəni və dini abidələrin, təhsil müəssisələrinin bərpası və ictimai həyatın dirçəlişi bunun bariz sübutudur. Bu mühüm nailiyyətlər sizin uzaqgörən liderliyiniz və Azərbaycanın daha firavan, daha sabit gələcəyi ilə bağlı əzminizin göstəricisidir. Pakistan İslam Respublikasının baş naziri Məhəmməd Şahbaz Şərif isə təbrik məktubunda bu fikirləri vurğulayıb. Bu tarixi gün Azərbaycanın öz suverenliyini və ərazi bütövlüyünü bərpa etmək üçün göstərdiyi cəsarətin, birliyin və sarsılmaz qətiyyətin parlaq təcəssümüdür. Bu qətiyyətli qələbə nəticəsində sevimli Şuşa şəhəri də daxil olmaqla Azərbaycanın əzəli torpaqları azad edilib. Bu əlamətdar bayram Azərbaycan xalqının milli məqsədlərinə çatmaq, ölkənin suverenliyini, ərazi bütövlüyünü təmin etmək yolunda cəsarətinin, qətiyyətinin və birliyinin rəmzidir. Bosniya və Hersegovina ölkələrimizin inkişaf etdirdiyi dostluq münasibətlərinə və əməkdaşlığına dəyər verir. Bu sözlər Bosniya və Hersegovinanın rəyasət heyətinin sədri Jelko Komşiçin təbrik məktubunda yer alıb. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubda qeyd olunur ki, azad edilmiş vətən torpaqlarının sürətli dirçəlişi və yenidən qurulmasında əldə edilən irəliləyiş təqdirə layiqdir. Bu əlamətdar günün ildönümündə Türkiyə kədərini öz kədəri, sevincini öz sevinci hesab etdiyi qardaş Azərbaycanın həm regionda, həm də ondan kənarda inamlı addımlarla nail olduğu irəliləyişin şahidi olmaqdan böyük qürur hissi keçirir. Sizin müdrik rəhbərliyinizlə Azərbaycan Respublikası böyük uğurlar qazanıb, beynəlxalq aləmdə layiqli yer tutub və sabit inkişaf edir. Əminəm ki, Qırğızistan və Azərbaycan arasında siyasi, iqtisadi, ticari və mədəni humanitar əməkdaşlıq bundan sonra da xalqlarımızın rifahı naminə möhkəmlənəcək və dərinləşəcəkdir. Qırğız Respublikasının prezidenti Sadır Japarov da dövlətimizin başçısını Zəfər günü münasibəti ilə təbrik edib. Fələstin dövlətinin prezidenti, Fələstin Azadlıq Təşkilatı İcraiyyə Komitəsinin sədri Mahmud Abbas isə təbrik məktubunda belə deyib. Sizə möhkəm can sağlığı, xoşbəxtlik və uğurlar, Azərbaycana, hökumətinizə və xalqınıza daha böyük tərəqqi və rifah arzulayıram. Qürur duyduğumuz dostluq, qardaşlıq və qarşılıqlı hörmət prinsiplərinə əsaslanan iki tərəfli münasibətlərimizin daha da inkişaf edib möhkəmlənəcəyini əminliyimi bildirirəm. Qazaxıstan prezidenti Kasım Jomart Tokayev isə təbrikində bunları vurğulayıb. Sizin müdrik və uzaqgörən rəhbərliyiniz, həyata keçirdiyiniz strateji kursa ümumxalq dəstəyi sayəsində Azərbaycan BMT nizamnaməsinin və beynəlxalq hüququn əsas prinsiplərinə uyğun olaraq öz ərazi bütövlüyünü bərpa etmiş, dövlət quruculuğu sənaməsində davamlı və yaradıcı tərəqqinin yeni səhifəsini açmışdır. Qazaxıstan-Azərbaycan strateji tərəfdaşlığının və müttəfiqliyinin dinamik inkişafını böyük məmnunluqla qeyd etmək istərdim. İki tərəfli əməkdaşlığın dostluq və mehriban qonşuluq ruhunda möhkəmlənməsinə verdiyiniz böyük şəxsi töhfəni yüksək qiymətləndirirəm. Hörmətli tamaşaçılar, 8 noyabr tarixində möhtəşəm bir günə şahidlik etdik. Respublikanın müxtəlif ərazilərində, paytaxt Bakıda işğaldan azad olmuş ərazilərdə atəşfəşanlıq təşkil olundu.
Hörmətli tamaşaçılar, davam edirik və sonda daha bir məlumatı nəzərinizə çatdıraq. Braziliyanın Belém şəhərində COP30 sessiyası çərçivəsində liderlərin samiti keçirilib. Tədbirdə Milli Məclisin sədri Sahibə Qafarova da iştirak edib. Spiker Azərbaycanın təşkilatçılığı ilə COP29-un əldə etdiyi mühüm nailiyyətlər barədə geniş məlumat verib. Dünya ölkələrinin dövlət və hökumət başçıları və beynəlxalq təşkilatların rəhbərləri iqlim dəyişikliyi ilə bağlı aktual problemləri müzakirə etmək üçün COP30-da bir araya gəliblər. Azərbaycanı bu tədbirdə Milli Məclisin sədri Sahibə Qafarovanın başçılıq etdiyi nümayəndə heyəti təmsil edir. Spiker Azərbaycanın təşkilatçılığı ilə COP29-un əldə etdiyi mühüm nailiyyətlər haqqında geniş məlumat verdi. Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə ən uğurlu COP-lardan birinə ev sahibliyi edərək bu prosesi qətiyyətlə həyata keçirdi. COP29-da Azərbaycan tərəflər arasında fikir ayrılıqlarını aradan qaldırmağı və əvvəlki danışıqlarda həll oluna bilməyən məsələlər üzrə tarixi konsensus əldə etməyi bacardı. Milli Məclisin sədri COP29-un üzərinə götürdüyü əsas mandatların reallaşdırılması istiqamətində uğurlu nəticələr əldə etdiyini xatırladıb. Bunlardan birinin də Paris sazişinin 6-cı maddəsi çərçivəsində karbon bazarlarını tənzimləyən qaydaların tamamlanmasıdır. Azərbaycan COP29-da Bakı maliyyə hədəfinin qəbul edilməsinə nail oldu. Bu da 2025-ci ildən inkişaf etməkdə olan ölkələr üçün hər il 300 milyard Amerika Birləşmiş Ştatları dollarının səfərbər edilməsini nəzərdə tutur. Bu Birləşmiş Millətlər Təşkilatı tərəfindən bugünə qədər əldə edilmiş ən böyük maliyyə paketidir. COP29 göstərdi ki, hətta geosiyasi gərginlik, etimadsızlıq və iqtisadi qeyri-müəyyənlik dövründə belə ölkələri yenə də bir araya gəlib ümumi mənafe üçün birgə hərəkət edə bilərlər. Bu Azərbaycanın davamlı sınaqlarla üzləşməsinə baxmayaraq, bərqərar əldə edə bildiyi çoxşaxəli zəfərinin əsl nümayişi idi. Milli Məclisin sədri bir daha bəyan etdi ki, COP29-da iqlim fəaliyyəti üzrə mümkün şərtlər formalaşıb. Bu da COP30 iqlim planlarının irəliyə aparılması imkanlarını təmin edir. Milli Məclisin sədri Sahibə Qafarova COP30 çərçivəsində keçirilən növbəti tədbirdə enerji keçidi mövzusunda çıxış etdi. O, Azərbaycanın bərpa olunan enerji sahəsində gördüyü işlər və nailiyyətlərdən danışdı. Bildirdi ki, Azərbaycan təmiz enerji siyasətini ardıcıl həyata keçirir və bu istiqamətdə lider dövlətlərdən birinə çevrilməkdədir. 2030-cu ilə qədər ölkədə istehsal olunan enerjinin 40%-nin bərpa olunan mənbələrdən əldə edilməsi planlaşdırılır. Spiker işğaldan azad ərazilərdə yaradılan yaşıl enerji zonasının dayanıqlı bərpa və regional transformasiya baxımından strateji əhəmiyyətini vurğuladı. Belə sonda hər birimizi zəfərimizin 5 ili münasibətlə təbrik edirik. Sağ olun, sağlıqla qalın.